Hər vaxtınız xeyir, əziz Azərbaycan könüllüləri. Yeni ay, yeni il, yeni xəbərlərlə qarşınızdayıq. Ay ərzində keçirilən layihələrə birlikdə nəzər salaq. Azərbaycan Könüllü Həftəsi 2025-in başlaması ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. Mətbuat konfransında media nümayəndələrinə həftə ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumatlar verilib. Konstitusiya və suverenlik ilinə həsr olunmuş 3500 Azərbaycan könüllüsünün iştirakı ilə Azərbaycan könüllülərinin 8-ci həmrəylik forumu baş tutub. Azərbaycan könüllülərinin iştirakı ilə Azərbaycan Könüllülük Həftəsi 2025 çərçivəsində Suveren Azərbaycan İntellektual Könüllülər Liqası baş tutub. Liqanın birinci yer qalibi bir könüllü tələbə təşkilatı, ikinci yer qalibi Bakı Dövlət Universiteti Könüllülər Təşkilatı, üçüncü yer qalibi isə Asan Könüllülər Təşkilatı olub. Könüllü saatı layihəsi çərçivəsində könüllülər İdeya Heyvanları Qayğı Mərkəzinə ekskursiya ediblər. Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndə heyəti Qazaxıstan Respublikasında ilin könüllüsü beynəlxalq mükafatının və xeyirxah işlər marafonunun laureatının təqdimat mərasimində iştirak edib. Həmçinin tədbir zamanı Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik Qırğızstan Respublikasına təhvil verilib. Prezident Administrasiyasında Vətəndaş Qəbulu Mərkəzində könüllü fəaliyyətini uğurla başa vuran könüllülər təltif edilib. Könüllü ol layihəsi Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində baş tutub. Ulu Miras layihəsi çərçivəsində Azərbaycan könüllüləri Bakı şəhəri və regionlarda ümumi lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycan könüllüləri ümumi lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq tarix elmləri doktoru professor Dilarə Seyidzadə ilə görüşüblər. Azərbaycan könüllüləri Heydər Əliyev mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı könüllülərə Ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə məlumat verilib. Azərbaycan Könüllülük Həftəsi 2025 çərçivəsində zəfər atışı könüllülərin döyüş simulyasiyası baş tutub. İlin könüllüləri və fəal könüllülər, həmçinin Türkiyə, Mərkəzi Asiya ölkələrinin könüllülərinin iştirakı ilə Quba Olimpiya İdman Kompleksində Azərbaycan könüllülərinin həmrəylik düşərgəsi həyata keçirilir. Bir könüllü tələbə təşkilatının 10 illik yubileyi qeyd olunub. Azərbaycan Könüllü Təşkilatları İttifaqının 5-ci ildönümünə həsr olunmuş Birlikdə 5 il Könüllülər Festivalı baş tutub. Media savadlılığı həftəsi çərçivəsində İntellektual Könüllülər Liqası həyata keçirilib. Dekabr buraxılışını da burada tamamlayırıq. Növbəti aya qədər bizi izləmədə qalın. Yeni ildə yeni layihələrlə, aktual xəbərlərlə qarşınızda olacağıq. Hələlik!